edenin oğlu Mənim sarıman ellerine el tapanın oğlu Sinesi üstte koşun at sapanın oğlu Ah bah 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 Ah Şam'ın ehli hamısı baktılar birbirine Acaba bu ağa düzdür Yazid cevap ver Birden Yazid böyle baktı muazzin Azam ver Muazzin azam ver Koy bir nefer İmam-ı Seccad'ın sesini eşitmesin Muazzin başladı Allah Kebiren kebira ve bukreten asila şehadet veriyem etim kanım sümücüm derim hamısı Allah'dandı muazzini dağma ver La ilahe illallah La Muhammed dedi senin ceddündü ya benim ceddimdi Ağlar birden gördüler Şebistan'dan bir hanım dedi denen boyuan ben kurban Denen dili öbümün kurban bana Bah 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 Başıma dolanım bana Ah bah 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 Hazretin hutbesi hüzzara getirdi heyecan İtiraz eyledi Şam ehli Yazid'e ucadan O zinazade olup akıbetinden niceran Gördü İmam-ı Seccad ağa beter iş gördü İbn-i Mercan'a dedi etdi size bidadi Durdu ağa dedi ki dayanın ağa sakit olun ağa sakit olun Düzdür sen peygamber balasısan Vəli bu da Şam'ın ehli hamısı şahiddir Mən Şam'da əyləşmişəm xilafətimi eləyəm Hükümətimi eləyəm Kufədə İbn Ziyad sənin babonun qabağın ləşkərin kəsdi Və babovu şəhadətə yetirdi Və əmmələri də bu cür əsir eləyib özü də əsir eləyib Gəcədə qəsri xəzraya məndən Nə mənə istəsin mən xidmətində varam Qulaq as yapışdı imamın qolundan gətirdi qəsrə Sözüm buradadır and olsun bu Beytül Əhsana Həməşə bu şeiri oxuyan daha sadığı bu misrəyə görə bu beytə görə oxumuşam Gətirdi ki qəsri xəzraya gətirdi 3 kisə qızıl qoydu İmam Səccadın qabağına İmam Səccad ağa bu qızıllara baxdı Yazid'e dedi nə mənədir bunlar Dedi ki 72 nəfər babam və yar-ı ənsarı şəhid olubdur düzdür Dedi xob Dedi bu 1000 nəfərin xunbəhasıdır Bunu götür qanlaruza bəha elə, xunbəha elə Dan nə mənə xastın vardı mənə denən fəqət Bəh bəh bax buna ay sadıdır Gör Ənvər neyniyib burada Ruhu və canım qurban Baxdı Yazid'ə dedi Yazid götür bu qızılı Eylə həya Gər yerin daşları toprağı ola məğz-i təla dünya Koreyi xaki hamısı qızıl ola Əkbərin bir telinə fikr eləmə qiymət ola Səccad götür bu qızılı eylə
həya torpağa baxam qızıl elərəm gər yerin daşları toprağı olan məğz tala əkbərin bir telinə fikr eləmə qiymət olan xun bəhasından özün həşridə xunxah alacaq qiyməti çoxdur axan qanları Allah alacaq amma Yazid üç təmənna varım üç dənə xahişim var səndən nə mənət biri budur babamın başını mənə verəsən İkinci qarət əsasin dubara qaytarəz Üçüncüsü budur qutardım bu Hosəl özdən, məhəbbət üzdən su istifadə eləmirəm, əyləşirəm yerə Fəqət istəyirəm bunu ərz eləyəm ki imamdır bu, imam, bilir biliyə Üçüncüsü budur ki Yazid Kərbəladan ayrılmış bu Kufiyə Kufədən neçə dənə mənzil quracaq Şahməcəf hələ indiyənəcək doyunca babama əmmələri mən doyunca ağlamamışım Xob, neynəyim? Səccad, neynəyim? Buyurdu ki, bir dənə məclis tərtib ver, bir dənə siyasətə baxın ha. Əl-Mu'minu kəyyis, mömin gərək zirəng ola, baxın. Bir iş görür İmam Səccad ağa, tul tarixdə deyilə, nə qədər dünya var deyilə. Neynəyim? Dedi, bir dənə məclis tərtib ver, qoy əmmələrim, mən bir doyunca ağlayaq. Dedim, məsələsi yoxdur. Harda istəsən, hansı məscidi istəsən, hansı təkiyyəni istəsən, nə cür dedi, yox, elə ehsas edirəm, bura hər yerdən qəşəkdir. Elə burada istəyəm əmmələrimdən, babama. Niyə? İstir bir ömr tarix deyək ki, imam istəsə qəsri də əzaxana elər. Haqq be qolu düz həməşə əyrin kəsər. Həqiqət həməşə piruzdur. Axı abrusu gedibdi, məsciddən neçə min nəfərin qabağında İmam Səccad ağa o cür xutbə irad eləyib, hamı Yazidə lənət oxuyub səvə. Dedi, istir bücürü lapuşu eləyə da, dedi, olsun məsələsi yoxdur. Qarət əsasını gətirdi, dedi, babamın yaralı başını ver görməzsən. Qarət əsasını verdi, İmam Səccad ağa qarət əsası əlindən gəldi xərabiyə, buyurdu ki, əmməcan, bu qarət əsasını pəxş elə, amadə olun gedirib qəsrə. Xeyr olsun imamın bala, buyurdu ki, qəsrdə gələk babama ağlayaq. Qəsrə